Bismillah, velhamdülillah və salatu və selamu alə Rasulillah. Orucu pozan müasir məsələlərdən birinci məsələ. Buyurur ki, bəxxax rabbi və buxar oksigen. Yəni, asma spreyi və oksigen buxarından istifadə etmək. İsti'malu saimi li bəxxax rabbi və buxar oksigen la yufəttir. Li'annahu şey'un yetatayaru və yetəbəxxaru və yazulu və la yasulu iləl ma'dəti minhu şey. Və li'annahu leysə əklən və la şurban və la fi ma'nəl əkli və şurb. ويقاس أيضا على المتبقي من المضمضة والاستنشاق لأن المتبقي منهما أكثر من القدر المتبقي من بخة الربو وهو رأي الشيخ ابن باز والشيخ ابن عثيمين رحمهم الله. Birinci məsələdə buyurur ki, asma spreyindən və oksigen buxarından istifadə etmək insanın orucuna təsir etmir. Yəni orucunu pozmur. Çünki bu havaya qarışan, buxarlanan və yox olan bir şeydir və ondan insanın mədəsinə heç bir şey çatmır. Həmçinin bu yemək içmək də sayılmır. Eləcə yemək içməyə bənzər bir şey də sayılmır. Bu məsələ həmçinin ağız yaxalama və insanın ağız yaxalayarkən, burnuna su alarkən orada şübhəsiz ki, sudan bir miqdar qalır və o qalan sudan, spreydən gələn su o qalan sudan daha az miqdarda olur. Və burun ağız yaxalarkən o qalan su orucu pozmursa və minbəbül əvlə daha əvlədir ki, bu buxardan və yaxud da asma spreyindən istifadə edən zaman qalan o suyun və yaxud da nəmliyin orucu pozmamasıdır. Və bu fətva İbn Baz və İbn Useymin fətvasıdır. Allah onlara rəhmət etsin. Velhamdülillahi Rabbil alemin.